Herkese salam. Artık ikinci gündəyik. Düzünü desəm, keçən ay iradəli olmaqda biraz çətinlik çəksəm də 7,9 kiloqramdan canımı qurtara bildim. Deməli, arada özümüzü yormadan davam etmək olar. Bu dəfə isə həvəsim il sonuna qədər bu yolu sağlam addımlarla getməkdir. Günü yaşıl bir enerji ilə açıram. Alma və xiyarı blenderdan keçirib bol limonla özümə gəlirəm. İlk 10 günü belə detoks ağırda keçirəcəm ki, bədənim biraz yüngülləşsin. Dadı o qədər gözəl oldu ki, insan istikcə əhvalı düzəlir. Günorta yeməyimdə isə özümü mükafatlandırıram. Amma təbii ki, sağlam yolla. Kahı, xiyar və öz hazırladığım suxarilərlə doyurucu bir salat düzəldirəm. Bilirsiniz, ən çətin hissəsi bayramda rayona gedəndə olacaq. Orada o dadlı yeməklərdən qaçmaq çətin olacaq deyə indidən 25 günü maksimum dəyərləndirməliyəm. Məqsədim il bitmədən 7 ilə başlayan rəqəmləri tərəzidə görməkdir. Axşamı da rəngarəng narıncı detoksla bitirirəm. İçindəki kök həm gözəlliyimizə, həm də enerjimizə köməkdir. Bu yolda mənə qoşulduğunuz üçün çox şadam. Həvəsdən düşmək yoxdur. Sabah 3-cü gündə görüşənədək.